Türkiyənin Altura adlı 140 min ton xam neft daşıyan tankeri Qara Dənizdə dron zərbəsinə məruz qaldığı iddia edilir. Bununla bağlı Türkiyə KV məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində partlayış da qeydə alınıb. Qeyd olunub ki, tankerdə 27 nəfər olub və onların sağlıq vəziyyəti yaxşıdır. Məlumat üçün əlavə edək ki, gəmi Rusiyanın Novorossiysk şəhərindən Türkiyə istiqamətində yola çıxıbmış. Gəncədə yaşayış evində yanğın olub. Hadisə şəhərin Ələkbər Seyfi küçəsində Yeni Gəncə yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə fərdi yaşayış evinin bir hissəsi yanıb. Ev sahibi 1960-cı il təvəllüdlü Zaur Məmmədov tüstüdən zəhərlənərək ölüb. Hazırda alov söndürülüb. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.